Siz bilirsiniz Almaniyada neçə insan adı var, kişi adı var ki, o bozqurt mənasını daşıyır. Bilirsiniz nə qədər? Bizdə yoxdur. Rudolf işıqlı qurt deməkdir, bozqurt. Adolf irəlidə gedən bozqurt deməkdir, Akella, Adolf. Heç bilmirdilər biraz, onlar onu çox bilmirlər. Wolfgang ümumiyyətlə güclü bozqurt deməkdir. Wolfgang Amadei Mozart. Wolf adı var adicə. O sadəcə bozqurt deməkdir. Gör bir bozqurt adı, neçə dənə kişi adı var ondan. Bu niyə xeyr ola bunlar qurd adı verirlər evlatlarına? Hə? Onların nağıllarının ən böyük qəhrəmanı Beowulfdur. Bozqurtdur. Almanların. Almanlar həmişə türklərlə müttəfiq olublar. Həmişə. İkinci Dünya müharibəsində də, Birinci Dünya müharibəsində də dədə-babadan müttəfiq olublar. Onlar bizdən müttəfiq olmalıdırlar və indi də olurlar yavaş-yavaş. Və prezidentimiz də çıxış eləyəndə Almaniyada dedi ki, baxın, bu diplomatik klişelərdən qıraqda olan çox dəqiq və aktual olduqca bir baltadır bu. Yəni bu söz. Rusiya neft ayırma zavodları vırıldığına görə onlar da neftlə təmin eləyə bilmirlər Avropanı və biz təbii ki, biz həminləyəcəyik. Neft ayırma zavodu vırıldığına görə, yəni onun söhbət var. Bakıda da çıxışda bilirsiniz ki, dedi ki, o Rusiya kolonizə eləyib buranı Sovet hökuməti. Yəni bütün həqiqətlər söylənilir və biz doğrudan da Rusiya neftlə təmin eləyəndə Avropanı, bütün Avropa əlində idi. Merkel də Rusiyanın əlində idi, mən orada Berlusconi də Rusiyanın əlində, İtaliya idi, biz təmin edik, düzdür. Mən demirəm, Almaniya bizim əlimizdədir, İtaliya bizim əlimizdədir. Amma biz bərabər, yəni bərabər hüquqlu artıq biz ticarətə, artıq biz, sən əgər Avropa ilə bərabər hüquqlu ticarətə başlayırsansa və münasibətlərə başlayırsansa, mütləq burada texnoloji inkişaf olacaq və mütləq burada hansısa siyasi beyin dəyişikliyi olacaq. Sən Avropa ilə artıq, Avropada bizi hörmətləyir. Tektonik dəyişikliklər baş verir Azərbaycanda. Ona görə Rusiyadakı soydaşlarımız bütün bu hərəkətlərdən qıraqda qalıblar. Bütün bu Türk dünyasının buradan keçən bu proseslər görsün ara gəlib çıxır da bu. Onlar kənarda qalır, onlar Rusiyanın içində qalıblar. Amma Rusiyanın içində də bu proseslərə qoşulacaq ərazilər olacaq. O Sibirdir. Sibir Respublikası yaranacaq. O var, güclü bir respublika olacaq. O Sibir Respublikası özü Rus Respublikası olacaq. Rusça danışacaqlar da. Düzdür, daha raketlə filanla ora bura qışqırıqla, ordu ilə yox, amma var dövləti ilə güclü bir dövlət olacaq o. Çinin təsiri orada çox güclənəcək, başdan ayağa. Çin təsiri güclənirsə biznes artacaq orada, ticarət artacaq orada, Tataristanda, Başqırtistanda. Bizim də soydaşlarımız çox energetik və çox da əməksevər insanlardır. Bu çəkilsinlər oralara, orada onların çox böyük inkişafı və gələcəyi olacaq. Herhalde bunun üçün zaman lazım, amma biz gələcək gedişatı da hər halda indiki məqamda təhlil edə bilirik ki, bu proseslərin davamı və hadisələrin bu sürətlə getməsi və davam etməsi hər halda Rusiya-Ukrayna müharibəsinin gələcək nəticələrini buna doğru gətirib çıxaracaq. Çünki uzun illərdir bu prosesə hazırlıq gedir. Necə ki, Sovet imperiyası dağıldıqdan sonra Rusiya özünü onun varisi kimi göstərməyə çalışdı, amma dünyada artıq bir yerə qədər Gürcüstanda necə ki işğal prosesi başladılar, Ukraynanın ərazilərinin bir hissəsini götürdülər, sonra tamamilə genişləndirmək istədilər. Avropanın bugün qapılarına, yaxınlarına, sərhədlərinə doğru gəlib çatıblar və bu insanlar artıq dünya bütün bu gedişatı Avropa anlayır ki, bugün əgər Ukraynanı təslim etsələr, bu Gürcüstan deyil ya başqaları deyil, yəni Rusiya bununla da işini yekunlaşdırmadı. Gələcək sabah Polşanı istəyəcək, Latviyanı istəyəcək, Litvanı istəyəcək və bunu da gizlətmirlər, açıq elan edirlər və deyirlər. Hər halda bunu görən Avropa dövlətləridir. Hətta Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump indi loru dildə desə biraz nəmnüm edirdi, amma indi artıq o da bir gedişatı fərqində. Putin tərəfində idi, nəmnüm eləmirdi. O Putinlə bir qabda oynayır, bir oyun oynayır. Bəli, Putin duet oynayırlar o oyunu, siz necə Berlusconi ilə Merkel kimi dans edirdilər Putindən az qala. Onlardan da dəqiq etmişlər. Neylədir Trump yazıcısı? Çağırdı Ağ Evdə ağzından çıxanı Pence-lə bir yerdə. Amma indi artıq dəyişdi vəziyyət, sonra təbii ki. İndi dəyişib də. Neynədi sonra? Kəşfiyyat məlumatlarını götürdü, silah vermədi, hara getdi Ukrayna əleyhinə danışdı. Sonra BMT-də, indi bilirsiniz Çin nümayəndəsi artıq Rusiyanın əleyhinə danışdı o günləri. BMT-də. BMT-də Amerikanın nümayəndəsi Şimali Koreya, Rusiya ilə birlikdə səs verirdilər. Trump təzə gələndə. Bütün dünyadakı tariflər elan edirdilər. Çünki məsləhətlər Putinlə gəlirdi. Putin özünə məsləhət verəmir, ona verdiyi məsləhətlərlə puç çıxdı deyənə, o Trump güclünün tərəfidir. Mən xatırlayıram 2021-ci ilin təxminən səhv etmirəmsə noyabr-dekabr ayları idi. O vaxtlar Türk Dövlətləri Təşkilatında yeni qalxınma, yeni bir inkişaf dövrü idi. Hansı ki 44 günlük Vətən Savaşından sonra qazanılan böyük qələbə artıq Türk Dövlətləri Əməkdaşlıq Şurası təşkilat səviyyəsində qeyd olunur. Sonra ad dəyişdir. Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasından 2021-ci ilin noyabr ayında səhv etmirəmsə, bəli,
noyabr ayının əvvəllərində Türk Dövlətləri Təşkilatına çevrildi və o dövrdə Lavrovdan müsahibə almışdı. Onu qeyd etmək lazımdır ki, o Türk dövlətləri adını keçməsinin səbəbkarı bizik və bizim də onu mütləq bütlə vurmaq lazım. Əli Nağıyev məncə. Əli Dövlət Təhlükəsizlik Xidmətinin o təklif elədi də Türk dilli, bizə türküz və iclasların birində elə Türk Dövlətləri Təşkilatının Dövlət Təhlükəsizlik Xidmətinin rəisləri görüşürdülər. Bu tarixdir, bunu qeyd etmək lazımdır. Böyük bir tarix hadisədir. Azərbaycan Təhlükəsizlik Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi bu fikri söylədi ki, artıq Türk dövlətləri, Türk dilli dövlətlər sözü geridə qalıb, keçmişdə qalıb. Artıq biz Türk Dövlətləri Təşkilatı və türküzdə biz Türk dövləti. Yəni bu cür qeyd etmək. Türk dövləti adını o bərpa edir. Azərbaycan bunun artıq lideridir, öndəridir və əbəs yerə deyil ki, o ad dəyişilən kimi təşkilat dərhal adı dəyişildi. 2021-ci il noyabr ayının 11 ya 12-si idi. Ad dəyişən gün Prezident Əməliyevə orden verilir. Türk dövlətlərinin orden verilir. Yəni ad dəyişir, həm də orden bizə verilir. Artıq bunun özü böyük bir mesaj. Yəni hər şey elə bizdən başladı. 44 günlük Vətən savaşı, dövlət başçısı, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin açıqlaması, yəni bu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi də əgər dövlət başçısı istəməsəydi və razı olmasın, orada deməzdi. Təbii ki, bu hadisələr hamısı bir-birindən əlaqəlidir. Və mən nəyi demək istəyirəm? Lavrovun həmin dövrdə bir açıqlaması vardı. Bu proseslər sanki Lavrov görmürdü. Yenə də erməniliyə, özünün yəqin milli hisslərlə bu məsələyə münasibət göstərmişdi. Amma o vaxt hələ Rusiya güclü idi. 2021-ci ildə söhbət gedir, 2022-ci ildə müharibə başladı. Rusiyanın əsl potensial üzə çıxdı. Lavrov demişdi ki, Türk Dövlətləri Təşkilatının elə bir formaya keçməsini biz də bilirik, prosesləri seyr edirik. Amma bu təşkilat ola bilsin ki, siyasi, daha doğrusu siyasi və hərbi tərəflərdən uzaq dursalar, ədəbiyyatla, mədəniyyətlə, incəsənətlə, Sovet dönəmlərindəki o xatirələr kimi məşğul olsalar, yəni Özbək musiqisi, Türk musiqisi, Azərbaycan musiqisi, yəni siyasi və hərbi məsələlərdən uzaq dayansalar, biz buna qarışmayacağıq. Amma iş o yerə gəlib çatsa ki, siyasi müstəvidə artıq təşkilatlanma, hərbi müstəvidə əlaqələr dərilir, Rusiyanın buna reaksiyası başqa cür ola bilər. Bu Lavrovun o dönəmdə müsahibəsi idi. Təbii ki, tragikomik mənzərə. İndiki dönəmdə, indi mən sözün boşuna gətirmək istəmirəm bunu. Bu qədər proseslər, hadisələr cərəyan edir. İndiki dövrdə Rusiyanın zəiflədilməsi, Rusiyanın bütün hər yerdən sıxışdırılıb çıxarılması, Rusiyanın dağıdılması prosesi gedirsə, bu Azərbaycan başda olmaqla Türkiyə və digər Türk dövlətlərinə siyasi, iqtisadi, Almaniya səfəri xatırlatır. Hərbi, əsas siyasi, iqtisadi, hərbi. Çünki hər şeyin əsasında bu dayanır. Daha sonra artıq digər məsələlər gəlir. Bizə Azərbaycan başda olmaqla Türkiyə və Türk dövlətlərinə nə qazandıracaq? Rusiya coğrafiyadan sıxışdırılır, zəiflədilir və dağılma prosesi. Və biz bu tarixi məqamı necə qiymətləndirməliyik? Xalq olaraq, dövlət idarəçiliyi, təbii ki, o diplomatlarımız dövlət başında duranlar öz işində, amma biz cəmiyyətimizə çatdırmalıyıq. Necə görəcəyik və nə etməliyik bu? Biz Rusiya imperiyasının dağılmasının təməlində bizim mütəfəkkirlərimiz dayanır. Bu deyəndə bəzən mən bilirsiniz bir şeyi, bu da manyeradır, çoxdan ki manyeradır. Bir şeyi danışıramsa və onu təhlil eləməyə başlayıramsa, sondakı cümlə var. Birinci onu deyirəm, o şok yaradır, məsələn, tamaşaçılar filan da. Sonra başlayıram onu anlatmağa. Rus imperiyasının dağılmasının təməli bizim mütəfəkkirlərdir. Yəni, o Əhməd Cavaddır, Məhəmməd Əmin Rəsulzadədir, Əli bəy Hüseynzadədir. Yəni, türklük və Turan ideologiyasının başında dayanan kişi Azərbaycanlıdır. Salyanlı balasıdır. Düzdür, Əli bəy Hüseynzadədir, Sarbona filanı deyir. Elə belə Salyanlı balası, Salyanlılar, yəni ümumiyyətlə türkçü, Xəlil Rıza məsələn, oğlu Təbriz şəhid oldu. Amma Əli bəy Hüseynzadə və digərləri, çox orada adlar var. Təbii ki, bu təbii ki, Rus imperiyasının ən qorxduğu ideologiyadır. Və o dəqiqə işğaldan sonra başladılar o türkçüləri, turancıları güllələməyə. Cəfər Cabbarlını da, Mikail Müşfiqi də, Əhməd Cavadı da, elə hamısını başladı. Çünki o ideologiyadan qorxurlar. Bilirlər ki, Rusiyanın sonu bu ideologiyadadır. Onu əla bilirlər.